mən qərara gəldim ki, Neftçi haqqında məlumat verim. Gördüyünüz kimi, yəni Neftçi, yəni kuboklar düşmədiyinə görə bu dəfə Neftçi haqqında verirəm. Yəni bildiyiniz kimi, belə amma əziyyət çəkmişəm, yazmışam, oxuyacağam. Amma siz də oxumağınızdan əvvəl kanala abunə olmağı unutmayın və like atmağı unutmayın. Yəni Neftçi yəni düşmədiyinə görə mən çəkməyi planlaşdırdım. Çünki Neftçinin daha günündə yəni video çəkmirəm. Başıma yəni Neftçi futbol klubu yəni yaxşı olub. Əvvəllər Azərbaycan çempionu olub. Yəni hər yerdə onu uğurlar demişik. Yəni indi isə gəlin başlayaq. Aha, başlayaq. Neftçi futbol klubu sistemdə və 4-2-3-1 və ya 4-3-3 formasiyada daha uyğundur. Sürətli və kanat oyuncular və dəqiq krosslar önəmli olur. Yaradıcılıq rolu olan 10 nömrə oyuncusu orta xəttdə komandanı idarə etməli və həm hücum yarada, həm də ötürmələr verə bilir. Sürətli əks-hücumlar və döyüşkənlik ön planda olur. Neftçi futbol klubu oyun tərzi əksər hallarda dinamik və hücum yönəlik olur. Komanda sürətli və texniki oyunlarda rəqibi yorub səhvlərə vadar edə bilir. Kanatlarda oyunu bilirsiniz ki, kanatlarda oyunu geniş açmaq və mərkəzə dəstək vermək əsas məqsəddir. Orta xəttdə əgər yarım müdafiəçilər balansı itirsə, komanda nəzarəti itirir. Transferlər haqqında indi söyləsəm. Komanda tez Brasiya, İtira, Bakıya, ölkə və Türkiyə. Komanda tez Somaliya, Afrika, Bakıya, ölkələr və başqa ölkələr və Türkiyədən oyuncular gətirir. Yerli bazalarda seçiləcək oyuncu sayı az olduğu üçün Neftçi bəzən ikinci dərəcəli futbolçulara heyəti doldurur və Neftçi futbolçuya yollarını ayırır. Neftçi 9 futbolçusu ilə yollarını ayırır. Və bildiyimiz kimi Neftçi futbol klubu ən böyük Azərbaycandan klublarından biridir. O Patrick transfer edə bilər. Neftçiyə uğurlar. Neftçi həmişə dayaqda. Bildiyimiz kimi Avropa kuboklar düşmədiyinə görə Neftçi Polşa səfər etdi. Polşada da bildiyimiz kimi məşq edəcək. Yılda zatda getdi. Yəni bildiyimiz kimi yəni mən burada yəni ancaq Neftçi haqqında məlumat verəcəyəm. Gördüyünüz yazılı məlumat Neftçi. Yəni bildiyiniz kimi o həmişə yəni komanda kanatlarda oyunu geniş açmaq, mərkəzə dəstək olur. Bildiyimiz kimi azərkeşlər dəstəkləyirlər. Oyun yaxşı gedir, oyun sürəti yaxşı gedir. Neftçi futbol klubu Qarabağ bacara bilmir deyəcəsi də deyil, bir də axırıncı dəfə nə vaxt tutub deyəcəsi yox. Amma siz belə videolar görmüsünüzsə abunə olmağı və like atmağı unutmayın. Bu Neftçi futbol klubu bildiyimiz kimi böyük bir komanda olub əvvəllər. Interlə yadımıza gəlirsə, bəlkə də 2-2 eləmişdi. Səfərimizi 2-2 eləmişdi. Bu, yəni o Neftçidə əsər əlamət qalmır. Yəni
başa düşdüyümüz kimi. Diyəcəksiniz, oyun gəlmir. Dostlar bilirsiniz. Yəni Neftçi kariyeristidir. Amma olmur. Neyse. Ama yani belki sabahda saçta belki oyun gönderdim. Video çekeyim size dedim. Ama siz abone olun ve like atırsanız orada da video gelecek. Yani bu bir Nefsi hemşire ayakta olma yeni sezonda Nefsi Futbol Klubu hala bir hazırlığa başlayabilir. Çünkü Samir Abbasov yani gelip baş məşqçiliyə yani hamı uda bilər. Hamı nakasit eləyiblər. Yəni futbol klubu yəni Neftçidən nə istəyib gözləyiblərsə də. Yəni bu yəni Neftçiliyini yəni qoymalıdır. Yeni sezonda uğurlar Neftçiyə yəni 2005-2026 mövsümündə yəni Avrokuboklar düşsə hələ bir oyun göstərsə. Yəni liqada maraqlı. Yəni hamımız üçün maraqlı olur. Görək necə oynayır, zəif oynayır, orta sahada, tam arxada, bilmirəm. Neftçinin yoldaşda görüşlər olmalıdır. Onları da sizinlə bir yerdə bölüşəcəyəm. Yəni o bölüşəcəyim necə oyun tərzi göstərir Polşada da. Bildiyimiz kimi Polşada necə oyun tərzi göstərir, necə oldu, nə deyəcəm. Yəni bu burada Neftçi haqqında sizə söyləyəcəm. Neftçi bildiyimiz kimi həmişə dayaqlı olub, yəni özünə inanan komandadır. Yəni bu futbol klubu həmişə dayağında olmalısınız, genel çəkişdə dayağında olun. Yəni bu elə bir komandadır ki, nə istəyib göstərəcək bilir. Yəni Azərbaycan Kuboku Neftçiyə layiq ola bilərdi. Amma sabahı ilişdi. Bildiyimiz kimi sabah 2017'de yarandı. Yani onun necə olduğu ilişdi. Nə oyun zəifliyindən. Nə oyun zəifliyindən. Yəni derbi olsaydı Azərbaycan Kuboku'da o derbi nə izlemiyorlardı. Ama mən sabahlı olduğuma görə qaşəng oldu Neftçi. Neftçi haqqında istədim yəni. Neftçi bildiyimiz kimi həmişə yəni Sovetdə qaşəng oyun göstərib. Spartak Moskva olub, olub yəni həmişə sürətli oyun göstərib. Bu Neftçidirsə Əliyəcək bayaq dediyim kimi. Yəni bu bilən gələn sezon çempion olsun. Nə vaxt rəddiniz? Roman Grigorçuk gəldi, çempion olacaq, zal olacaq. Mən nə bilim nə. O videoya çəkirdilər, bəziləri dedilər. Neftçi deyəcək, bəli gəlir ataklanı. Bələ. Amma bir də maraqlı sübut var idi ki, çünki o yəni Qəbələnin baş məşqçisi olanda Lili yəni keçmişdi. Bu maraqlıdır. Yəni necə yəni Neftçiyə gəldi. O necə bacara bilmişsə mən bu maraqlıdır. Bu maraqlıdır. Mən bu necə olur ki, yəni bu 8 oyun keçirsə 8 oyunda məğlub ya bir seçəcək. İlk oyunda heç olmur. Topunuzla. Bu bir sənə deməkdir. Heç olmasa biraz sürətli başlamaq lazım. Çünki olsa bir var orta sahada. Heç olmasa ona biraz göstəriş var. Yəni göstərişdi. Yəni tam arxaya, müdafiəyə məsələn çəkilmirdi. Yəni bu komanda irəliyə, ortaya. Bu mərkəz müdafiəçilər yəni orada boş yəni hələ bir Roman Grigorçuk demişdik rahat yəni heç kəs sizə qol vuramaz. Hələ demişdik. Samir Abbasov gələndən sonra hər bir komanda dəyişik. Oyun tərzi hələ qaşəng super. Gəldi ilk oyunu səhv eləmə baxmışdım. Sabah ilə oynadı. Sabah ilə oyunda ona qəşəng oyundu. Roman Grigorçuk'un oyunu yəni heç neydi. Hələ bir ki qəşəng imişliklə karvan oynadı. Necə deyim yəni bu qrupu, zad qrupu mən nə bilim. Yəni onun yəni ki o da yəni dəyişdi ki yəni o futbol klub hələ bir özünə dirildi, enerjiləndi. Nə oldu? Yəni bu Samir Abbasov elə baş məşqçi ki, Neftçini həmişə dirildi.
Yani bildiğiniz gibi o yani yarım müdafiəçilərə yani balanslı oynuyor. Daha Sami olsun. Ona göre süper oynuyor yani. Yani bildiğiniz gibi yani bu yani komanda özündədir. Yani bu özündə indi qəşəngdir. Yəni komanda vəziyyəti, amma Avrokuboklar düşsəydi, yəni konfransa acı maraqlı olar. Hər birimiz üçün Neftin yeyəcək var. Neftin bildiyiniz ki, logosu dəyişmişdi. Yəni keçən il deyəsən Roma Qriqaçuk gələndə. Yəni neyse 2 ildir deyəsən Avrokuboklar 2 mövsüm deyə 2 ildir bilmirəm Avrokuboklar düşə bilmirəm. Neftin sən bilmirəm vəziyyətini necə düzəltdi, amma sən yaxşı olmalısan, vəziyyətin super olmalıdır. Yəni Neft görsənsə Bakı klubudursa bu hər şey edə bilər. Bu hər şey edə bilər. Samir Abbasov. Məncə gələn mövsüm Nefti məncə Avrokuboklara düşər. Çünki yaxşı oynayışı var. Bildiyiniz kimi onlar nə istəyir gözləyirlər. Bu hələ bir futbol klubdur ki, yəni Beşiktaşla yəni qəşəng oyun yəni oynayıb da, yəni uduzubsa yəni qəşəng oyun göstərib. Yəni onlar da necə oldusa onlar yani bildiğiniz gibi onlar. İndi yazıcı yorumlarını niye Qarabağ şeyini eləmədin? Eləməyəcəm çünki o Avrokuboklarda sizə danışmışam. Yani oğullar Neftçi bir daha oğullar yersiz onda. Onlar həmişə azıqişdə onlara da yaxında olub, həmişə onlara dəstək olub. Dostlar, belə videolar görmək istəyirsə abunə olun və like atmağı unutmayın. Sağ olun, salamat qalın. Abunə olmağı unutmayın.